Müstəqillik günü həm tariximiz, həm də gələcəyimizdir. Bu əlamətlər gündə Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yanaşı güclü diplomatiyası və gələcəyə olan ümid dolu mesajları dünyanın güc mərkəzi, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda nümayiş etdirilir. 107 il əvvəl müsəlman şərqində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyəti quran babalarımız güclü suverenlik həsrətində olublar və bugün Azərbaycanın suverenliyi güclüdür, sabitdir. Bu sözləri tədbirdə ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim səsləndirdi. ABŞ enerji katibinin beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən William Joyce isə Birləşmiş Ştatların Azərbaycan əlaqələri çox yüksək qiymətləndirdiyini bildirərək iki ölkə arasında ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdan danışdı. 1918-ci ilin mayın 28-dəki dövrə nəzər saldıqda Azərbaycanlıların nə qədər qabaqcıl düşündüklərini görürsən və onların Azərbaycan üçün bir araya gələ bilməsi çox gözəldir. Qadınlara seçki hüququ verən ilk ölkələrdən olması da heyrətamizdir. Bu ruhu saxlamaq, onu Sovet İttifaqı dövründə yaşatmaq və 1991-ci ildə yenidən müstəqilliklərini irəli sürmək diqqətə layiqdir. Oklahoma ilə Azərbaycan arasında mövcud olan dövlət tərəfdaşlığı proqramımız çərçivəsində işləmək ölkənizin təkcə hərbi sahədə deyil, ümumilikdə inkişafını görmək üçün əla fürsətdir. Azərbaycanda dəfələrlə olmuşam. Burada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Azərbaycan tarixinə görə çox maraqlı ölkədir, zəngin irsə malikdir. Mən Azərbaycan haqqında daha çox yazmaq istəyirəm. Azərbaycan Elmlər Akademiyası və Azərbaycanın digər institutları ilə işləmək çox gözəldir. Tədbirin sonunda Vaşinqton şəhərinin meri Muriel Bowser'in 28 may 2025-ci il tarixini ABŞ-nin paytaxtında Azərbaycanın müstəqillik günü elan etməsi ilə bağlı imzaladığı bəyannamə səsləndi. Nemət Tahiroğlu, Kamil Eldaroğlu, Azərbaycan Televiziyasının Amerika bürosu, Vaşinqton.